6 aprel 2026-cı ildir və həftənin bazar ertəsi günü dəyərli izləyicilər, bir önəmli xəbərdarlığı sizinlə bölüşmək istəyirəm. Çünki bu pullar sabahdan etibarən kartınızdan çıxılacaq. Ehtiyatlı olun, xəbərdarlıqdır bu. Yəni ehtiyatlı olun deyərkən bu bir prosedurdur, yəni narahat olmayın o mənada. Oktyabr-aprel ayları aralığında MFC funksiyası olan bank kartları ilə həyata keçirilmiş və ödəniş əməliyyatları zamanı silinməmiş vəsaitlərin 6 aprel, yəni bugün 2026-cı il tarixindən etibarən mərhələli şəkildə silinməsinə başlanılacaq və ictimai nəqliyyatdan istifadə zamanı müvəqqəti məhdudiyyətlər də aradan qaldırılacaq. Və Musavat.com xəbər verir ki, bu barədə Bakı Kart məlumat yayıb. Məlumatda deyilir, ödəniş əməliyyatları dərhal icra edilsə də, vəsaitin silinməsi ilə bağlı bildirişlər sizə gecikməklə, yəni bir neçə saat və yaxud da bir neçə gün sonra təqdim oluna bilər. Bu səbəbdən də bəzi hallarda qeyd olunan bank kartlarına ictimai nəqliyyat ödənişləri üzrə müvəqqəti məhdudiyyətlər tətbiq olunur. Xahiş edirik ki, bank kartlarınızda ödəniş əməliyyatları üçün kifayət qədər vəsait saxlayasınız. Borc məbləği hesabınızdan silindikdən sonra bu məhdudiyyət aradan qaldırılacaq və bank tərəfindən sizə bildiriş təqdim olunacaqdır. Silinən məbləğləri bankınızın kart tarixçəsində görə biləcəksiniz. Sual yarandığı halda Bakı Kartın Ulduz 4343 qaynar xəttinə müraciət edə bilərsiniz. Anlayışınız üçün təşəkkürlər deyə məlumatda qeyd olunub dəyərli izləyicilər.